Dəyərli valideynlər, şagirdlərə dəstək məqsədi ilə bir neçə çaşqınlıq yaradan sualların izahına başlayıram. Monitorinqə dəstək məqsədi ilə. Baxırıq 1-ci 31-ci suala. 31-ci sualda bizə deyir ki, 85.642 ədədində 4 rəqəminin mərtəbə qiyməti ilə mərtəbə vahidini cəmləyin. Mərtəbə vahidi deyəndə mərtəbədə duran ədəd nəzərdə tutulur. Yəni biz baxırıq ki, 4 harda dayanıb? Onluqda. Və vahidi də 4-dür. Mərtəbə vahidi belə yazıram. MV mərtəbə vahidi. Mən elə uşaqlarıma da başa salanda belə deyirəm ki, MV mərtəbə vahididir. Mərtəbə vahidi 4-dür. Mərtəbə qiyməti MQ. Bunun düsturunu verəcəm. Mərtəbə qiyməti bərabərdir. Mərtəbə vahidi vurulsun mərtəbənin adı. Mərtəbə vahidi 4 olarsa, mərtəbənin adı da onluqdur. Mərtəbə vahidi 4, mərtəbənin adı da onluq mərtəbəsidir. 4-ü ona vuranda, demək ki, mərtəbə qiyməti nə olacaq? 40. Məndən soruşduğuna görə ki, cəmlə, 40-ın üstünə 4 gələcəm, cavab 44 eləmiş olacaq. Növbəti sualın izahına keçirəm. Dediyim kimi, sıralama hamısını izah eləməyəcəm. Ən çox çaşqınlıq yaradan suallara nəzər salacağıq birlikdə. Baxırıq 35-ə. Bizə deyir ki, perimetri tərəfi 9 sm olan kvadratın perimetrinə bərabər olan bərabər tərəfli üçbucağın tərəfini tapın. Əvvəlcə cümləni analiz edirik, anlamağa çalışırıq. Çünki şagirdlərin, belə deyək, bəzən riyazi bacarığı olsa da cümlə analiz etmə bacarığı aşağı səviyyədə olur. Belə qarışıq cümləni, belə deyək, anlaya bilmirlər ki, orada nə istəyir onlardan. Yəni, mən bunun şahidi oluram dəfələrlə. Perimetri tərəfi 9 sm olan kvadratın perimetrinə bərabər olan bərabər tərəfli üçbucağın tərəfini tapın. Mən ilk oxuyandan sonra cümləni anladım ki, burada bir üçbucaq var, bir də kvadrat var. Avtomatik həmin kvadratı şərti olaraq çəkirəm. Bərabər işarəsi qoyuram. Bir dənə də bərabər tərəfli şərti olaraq üçbucaq çəkirəm. Sonra bir də oxuyuram məsələni. Perimetri tərəfi 9 sm olan kvadratın. Aha, mən artıq ikinci oxuyanda bildim ki, bu kvadratın tərəfi 9-dur. Biz də bilirik ki, kvadratın əgər bir tərəfi 9-dursa, kvadratın tərəfləri bərabərdir. Demək ki, bütün tərəflər 9-dur. Bu kvadratın perimetri, yəni kvadratın perimetri nədir? 9 vurulsun 4. Keçən dəfə mənə bir sual ünvanladı şagirdim. Onun burada istəyirəm, bax, vurğuluyum. Mən həmişə deyirəm ki, uşaqlar, perimetr tərəflərin cəmidir. Sahə eyni uzuna vurmaqdır. Uşaq mənə qayıtdı ki, müəllim, sən deyirsən perimetr tərəflərin cəmidir, amma vurma işi görürsən. Baxın, mən 9-u 4-ə vurub 4 dənə 9-u toplasam eyni nəticəyə gəlmirəm. Yəni, mən deyəndə perimetrin tərəflərin cəmidir. İşimi asanlaşdırmaq üçün vururam, vurma işindən edirəm. Yəni, 9 ədəd, 4 ədəd 9. Yenə nəticədə tərəflər toplanmış olur. Amma vurma əməli ilə tapılır. Mənə deyir ki, bu 36 sm
həm də bunun perimetridir. Yazıram perimetr bərabərdir 36. Çünki mənə demişdi ki, nədir? Bərabər tərəfli üçbucağı bərabər olan. Buna bərabərdir. Mən də bilirəm ki, üçbucaq bərabər tərəfli üçbucaqdırsa, bərabər tərəfli üçbucağın 3 tərəfi 3-ü də eynidir. Ona görə 36-nı vururam, bölürəm 3-ə bərabərdir 12 santimetr. Cavab da A variantı olmuş olur. Aşağıdakı məsələdə sadə ədədlər soruşulur. Yəni şagirdin sadə və mürəkkəb ədədi tanıma bacarıqları istənilir. Görək şagird sadə ədəd, mürəkkəb ədəd bilirmi? Demək, deyir ki, böyük çevrənin diametri, ekran işığını bayaqdan almışam. Böyük çevrənin diametri 20 santimetr olarsa, 36-ya baxırıq. Üzr istəyirəm, çaşqınlıq yarandı. Muradın hazırda 10 yaşı var. Neçə ildən sonra onun yaşını göstərən ədəd. Baxırıq növbəti suala. 36-cı suala. Muradın hazırda 10 yaşı var. Neçə ildən sonra onun yaşını göstərən ədəd sadə ədəd olar. Burada şagirdin sadə ədəd, mürəkkəb ədəd anlamasını yoxlayır. Təbii ki, bir başlayırıq yazın. Murad əgər 10 yaşı varsa 5 il sonra olacaq 15 yaşı, 8 il sonra olacaq 18 yaşı, 9 il sonra 19 yaşı, 21 yaşı olacaq. Sadə ədəd əvvəlcə nədir? Onu vurğulayım. Sadə ədəd 1-ə və özünə bölünən ədəddir. Mən baxıram ki, 15 nəyə bölünür? 3-ə, 5-ə, özünə, 1-ə, 4 dənə böləni oldu. Baxıram ki, 18 nəyə bölünür? 1-ə, özünə, 3-ə, 6-ya, 9-a, 2-yə, bunu da en sayda oldu. Amma 19. Baxıram ki, 19 sadə ədəddir, yalnız özünə və 1-ə bölünür. Təbii ki, 21 də 7-yə, 3-ə, 1-ə, özünə bölünən ədəd olmuş olacaq. 37-ci məsələ. Şagirdin çevrə diametr həndəsi bilikləri yoxlanılır. Çevrə diametr 4-cü sinifdə tədris olunur. Belə deyək də, yalnız 4-cü sinif materialındadır. Yəni 3-cü sinifə qədər hələ ki, məlumat verilmirdi şagirdə. Kvadrat düzbucaqlı haqqında 3-cü sinifdə də var, amma çevrə haqqında 4-cü sinifdə danışılır. Böyük çevrənin diametri 20 santimetrdir. Amma mən baxıram ki, şəkildə diametr yoxdur. Şəkildə nə var? Radius var. Amma mən bir şey bilirəm ki, diametr bərabərdir 2 radius. Və tamamlayıram diametrimi. Burada yazıram radius. Ən pratik, ən belə deyək, sadə yolla gedəcəm. Diametri 20 olarsa altına yazacağım 20. Mənə çünki burada vereyim. Bərabərdir 2 vurulsun R. R buradan nəyə bərabərdir? 10-a. Yəni 20 bölünsün 2, 10. Qoy bunu burada yazaq. Bəzi belə deyək, daha zəif şagirdlərə daha dərindən açıqlama olsun. Bölünsün 2. R bərabərdir 10. Yəni uşaqlar, R burada məhsul vuruq rolundadır. Məhsul vuruğu tapanda hasil məlum vuruğa bölünür. Məndən də nə istəyir? Deyir ki, A ilə B-nin arasında məsafəni tap. Bunu istəyir məndən. Mən də baxıram ki, bura 8, burada 10. 10 üstə gəlmək 8. Cavab da 18 santimetr olmuş olacaq.